İbn Məsuddan gələn hədisdə, Buxari Müslim rivayətində Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki: "İnnakum satarawna ba'di əsaratan." Siz məndən sonra əsara görəcəksiniz. Yəni əsara nədir? Əsəratun. Yəni fərtək səylə. Deyir, umurun tunkiruna. Elə işləri görəcəksiniz, inkar edəcəksiniz. Xoşunuz gəlməyəcək. Yəni bu hədis hakimlər haqqında gələcək. Hakimlər haqqında. Yəni elə hakimlərlə rastlaşacaqsınız ki, onlar münkar işlər görəcəklər. Bax nə deyir? Qalu fəmə ta'muruna ya Rasulullah. Yəni bizə nə əmr edirsən ya Rasul? Ey Allahın Rəsulu. Bax, gördün pis əməllər, münkar işlər hakimdən. Gör Allah Rəsulu sənə nə deyir? Deyir ki, tu'addunal haqqallazi aleykum. Deyir ki, sizin o hakimin sizin üzərinizdə olan haqqını yerinə yetirin. Yəni eşidin və itaat edin. Bax nə deyir? Təs'əlunəllahəl-ləzi ləkum. Sizin haqqınızı isə Allahdan istəyin. Demədi onlara qarşı çıxın, onlardan istəyin. Dedi, sizin öz haqqınızı Allahdan istəyin, amma onların sizin üzərinizdə olan haqqını verin. Onların haqqı nədir? Əs-səm'u və ta'a. Eşit və itaat et.